Uşaqlar, bugünkü dərsimiz Almaniya və Avropada reformasiya mövzusudur. Başlayaq dərsə. Müqəddəs Roma İmperiyası 962 və 1806-cı ildə mövcud olmuşdur. 962-ci ildə Alman kralı 1. Otto Roma papasını müdafiə etmək müqabilində Roma imperatoru elan edildi. Beləliklə Müqəddəs Roma İmperiyası yarandı. Lakin sonralar Roma papası ilə Müqəddəs Roma İmperatoru arasında İtaliya hakim olmaq uğrunda mübarizə başladı və 12-ci əsrdə Müqəddəs Roma İmperatoru İtaliyanın şimalını işğal etməkdə uğursuz oldu və İtaliyanın şimal şəhərləri ilə Papa İttifaqı Müqəddəs Roma İmperatorunun məğlub olmasına səbəb oldu. Bu mübarizə Müqəddəs Roma İmperiyası üçün ağır nəticələri oldu. Almaniyada mərkəzi hakimiyyət zəiflədi. Almaniya müstəqil knaziqlara parçalandı və imperator Almaniyada və İtaliyada real gücünü itirdi. Daha sonra Orta əsrlər dövründə Avropada bir çox dövlətlərdə, o cümlədən Almaniyada, İtaliyada da güclü kral hakimiyyəti yox idi. Siyasi cəmiyyət bütöv deyildi, dağınıq vəziyyətdə idi. Çoxlu kiçik və müstəqil dövlətlərdən ibarətdi. Mərkəzləşmiş dövlət yaranmamışdı. Bu ölkələrdə siyasi dağınıqlıq 19-cu əsrin sonuna qədər davam edəcəkdi. Tarixi münaqişələrə baxaq. 12-ci əsrdə Müqəddəs Roma İmperiyası və Roma papası arasında İtaliya hakim olmaq üzrə mübarizə başladı. Nəticədə imperator məğlub oldu. Almaniya və İtaliyada gücünü itirdi və Almaniya müstəqil knaziqlara parçalandı. 13-cü əsrin əvvəlində İngiltərə və Roma papası arasında kralın kilsə işlərinə qarışması səbəbilə münaqişə yaşandı və nəticədə kral məğlub oldu, özünü papanın vasalı elan etdi. 14-cü əsrin əvvəllərində Fransa kralı və Roma papası arasında kilsə torpaqları ucuna vergi alması səbəbilə münaqişə baş verdi. Nəticədə kral qalib gəldi və papanı asılı vəziyyətə saldı. Bu hadisə papanın Avropa siyasi və dövlətlər arası münasibətinin nüfuzunun sarsmasına səbəb olan bir hadisə idi. İndi reformasiyaya baxaq. Reformasiya nə deməkdir? Yenilənmək, nizamlamaq, düzəltmək və islah etmək deməkdir. Orta əsrlərdə kilsə və xristian əqidəsinin mövcud vəziyyətini yenilənməsini bildirən dini hərəkat idi və 16-cı əsrin əvvəllərində Almaniyada başlamış, Avropanın digər ölkələrinə yayılmış və Avropa ölkələri ilə müqayisədə Almaniya siyasi vəziyyətinin qarışıq olması burada reformasiyanın yaranmasına şərait yaratmışdı. Almaniyada reformasiya hərəkatının səbəblərinə baxaq. 16-cı əsrin əvvəllərində Avropada iqtisadi vəziyyətin pisləşməsi sosial gərginliyin yaranmasına səbəb oldu. Bu isə Qərbi Avropada orta əsrlərin başlanğıcından mövcud olan inanc birliyi və kilsə hökmranlığını sarsdı. Almaniyada reformasiyanın başlanması və yayılması siyasi, dini, sosial, iqtisadi səbəbləri var idi. İndi bir səbəblərə baxaq. Siyasi səbəb nə idi? Avropa bir çox ölkələrin fərqli olaraq Almaniya siyasi cəhətdən bütöv deyildi və qarışıq dağınıq vəziyyətdə idi. Güclü kral hakimiyyəti yox idi. Müqəddəs Roma İmperiyasının tərkibində idi və onun sərhədləri içərisində qalmışdı. Torpaqları bir çox yararlı əyan, knyaz və hersoq arasında bölünmüşdü. Bu isə siyasi hakimiyyətin boşluğuna, xarici müdaxiləyə şərait yaradırdı. Almaniyanın hakim sülaləsi olan Habsburglar Katolik kilsənin diqqətini Almaniyaya yönəltməkdə kömək etmişdi. Katolik kilsə bu səbəbdən Almaniyada istədiyi kimi hərəkət edə bilirdi. Lakin Fransa, İspaniya və İngiltərədə belə deyildi. Habsburglar sülaləsinin idarə etdiyi ölkəyə baxaq. Avstriya, Müqəddəs Roma İmperiyası, İspaniya bu sülalələrin idarə etdiyi ölkələrdəndir. Dini səbəblərə baxaq. Reformasiyadan əvvəl Almaniyada dini Katolik kilsənin nəzarəti altında idi və kilsə ölkədə bütün sərvətə malik idi. Almaniyada siyasi boşluqdan istifadə edərək dini gücünü iqtisadi qazanc mənbəyinə çevirmişdi. Kilsənin Almaniyada əsas gəlir mənbəyi indulgensiya, yəni cənnət qəbzlərinin satışı idi. Papa gəlirini artırmaq üçün məhkəmə və dini gücündən istifadə edirdi. Cəhalət bu sui-istifadə hallarını artırırdı. Kilsəni tənqid edənlər isə bidətçi, yəni dindən dönən olaraq cəzalandırılırdı. Feodal dağınıqlığı şəraitində Katolik kilsənin zülmü və özbaşınalığı daha da güclü idi. Papanın xəzinəsinə gedən bu sərvət Alman knyazlarına azalığına səbəb olurdu. Papaya qarşı intifadın gelişəndə Almaniya artıq barıt çəlləyinə bənzəyirdi. Sosial səbəblərə baxaq. Reformasiyadan əvvəl Almanların əksəriyyəti kəndlərdə yaşayırdı. Şəhərlərdə məskunlaşma zəif idi. Bu sözü diqqətlə baxın. Yəni kəndlərdə daha çox məskunlaşma var idi. Bu səbəbdən təhsil səviyyəsi də aşağı idi. Almanların özünün dərk prosesində kəndlərin böyük təsiri olmuşdu. Çünki kəndlər az təhsil və təhsilsiz olduqları üçün Latın mədəniyyətinə yad qalmış, Almanlıq şuurunu şəhərlilər müqayisədə daha çox qorumuşdular. Almanlar Katolik kilsənin həm də mədəni təsiri altında idi. Belə ki, Katolik kilsə Almaniyada latinlaşmaya üstünlük verir, dini ayinlər vasitəsilə Katolik dini məcburi dilə çevirirdi. İndi iqtisadi səbəblərə baxaq. Reformasiya ərəfəsində iqtisadi problemlər yaşayan Almaniya xarici bazarda İngiltərə, İtaliya və Hollandiyadan geri qalırdı. Daxili bazarda isə inflyasiya artır, inhisarçılıq və rüşvətxorluq daha geniş yayılırdı. Tacirlər imperator rüşvət verərək özlərinə qarşı dövlət nəzarətinin qarşısını alırdı. Bu dövrdə Almaniya iqtisadi cəhətdən kənd təsərrüfatı və mədənçilik üzrə qurulmuşdu. Almaniya pul ehtiyacını əsasən satılan kənd təsərrüfatı müəssisələrinin hesabına ödəyirdi.
mədənlərdən, xüsusi qızıl mədənlərindən qazanılan gəlirlər Alman iqtisadiyyatını xeyli irəli aparırdı. Almaniyanın böyük hissəsinin katolik kilsəyə daşınmaz əmlak sahibi və böyük miqdarda vergilər yığırdı. Bu vergilərdən toplanan pullar isə kilsə ruhanilərini təmin edir, həmçinin türklərə qarşı, yəni Osmanlılara qarşı müharibədə maliyyələşdirilirdi və istifadə olunurdu. İndi Almaniyada reformasiya hərəkatının başlanmasına baxaq. Almaniyada Roma papasının indulgensiya, yəni cənnət qəbzi qalibinin genişləndirilməsi reformasiya hərəkatına təkan verdi. Və 1517-ci ildə Alman rahib və professoru Martin Lutherin Wittenberg kilsə qapılarına 95 maddəli tezin asması Almaniyada reformasiya hərəkatının rəsmi olaraq başlamasını bildirirdi. Tezin kilsə qapısının asılması orta əsrdə alimlərin müzakirə arasına çağırış kimi qəbul olunurdu. Lutherin fikirləri 1445-ci yenidən yeni çap texnologiyası sayəsində ölkənin hər yerinə sürətlə yayılmağa başladı. Martin Luther ideyasını dəstəkləyənlər sadə xalq səbəbi bu iki dini vergilərdən narazı idi. Knyaz və feodallar isə kilsənin əmlakına sahib olmaq istəyirdi. Alman knyazları tez öz ərazisindəki katolik kilsələri nəzarəti ələ keçirirdi. Bu kilsələr Lutheran kilsəsi kimi tanınmağa başlamışdı artıq. Roma papasının reaksiyası və Lutherin müdafiəsi bölümünə baxaq. Martin Luther katolik kilsəsinin etiraz xəbəri Roma papasına çatdıqda Papa onu Romaya gəlməsini tələb etdi. Lakin Martin Luther papanın əvvəlki çağırış hərəkətini yaxşı bildiyi üçün getmədi. Almaniyada böyük nüfuza sahib olan Saksoniya knyazlığına sığındı. Wormsda keçirilən məclisdə Roma papası və Almaniya kralı 5-ci Karl, yəni müqəddəs Roma imperiyasının imperator 5-ci Karl Luther və onun tərəfdarına qarşı qəti qərar qəbul etdi. Lutherin əsərləri tonqalda yandırılmalı idi, onun tərəfdarları isə həbs olunmalı idi. Lakin Saksoniya knazı buna imkan vermədi və Lutheri qorudu. Əksinə Martin Luther Roma papasının fərmanlarını tonqalda yandırdı və bunun kilsəyə qarşı mübarizəsinin cəsarətli addım olduğunu göstərdi. Reformasiya hərəkatı Almaniyada və bütün Avropada yayıldı. Katolik kilsənin nüfusu zəiflədi, yeni protestant kilsələr yarandı, siyasi və dini birlik pozuldu, Avropada dini müharibələr başladı. İndi Almaniyanın reformasiyanın yayılması və Habsburg sazişinə baxaq. Habsburg sazişi müqəddəs Roma imperatoru 5-ci Karl müqaviməti knyazadan fərqli olaraq müqəddəs Roma imperatoru 5-ci Karl reformasının Almaniyada yayılmasına qarşı çıxdı və onun əsas səbəbləri bunlar idi. Katolikliyi müdafiə etmək və imperiyanın birliyini qorumaq, reformasiyanın başlıca ərazilərə yayılmasının, yəni əsas ərazilərə yayılmaması üçün, qarşısını almaq üçün fərmanları imzaladı. Alman knyazlarının müqaviməti və protestantların doğuşuna baxaq. Alman knyazları imperatora olan asıla son qoymaq üçün Lutherin fikirlərindən istifadə etdilər. Lutherin tərəfdarları imperator reformasiyaya qarşı fərmanına etiraz edərək protesto etdilər. Bu hadisədən sonra onlar protestant adlanmağa, yəni qarşı çıxan adlanmağa başladı. Belə ki, Almaniya iki düşərgəyə bölündü. Katolik kilsəyə sadiq qalanlar və protestantlar, yəni Lutheranlar. 1555-ci ildə Habsburg sazişi imzalandı. Protestant və katoliklar knyazlar arasında bağlandı. 1555-ci ildə bu müqavilə ilə, bu sazişlə protestantların katoliklərlə apardığı mübarizə rəsmi olaraq başa çatdı. Habsburg sazişinin şərtləri bunlar idi. Hər bir Alman dövləti katolik və Lutheranlar arasında seçim etmə sərbəst idi. Hökmdarların seçdiyi din həmin dövlətin rəsmi dini elan edilirdi və təbəələri öz dini seçim etmə hüququ verilmədi. Bu isə bu sazişin məhdud cəhəti idi. Sazişin nəticələrinə baxaq. Almaniyada dini müharibələrə son qoydu və yadda saxlayın, Almaniyada dini müharibələrə son qoyulur. Katolik kilsənin bölünməsi rəsmi şəkildə tanındı. Protestantlar xüsusi Lutheran, yəni rəsmi status qazandılar. Protestant knyazlara isə böyük imtiyazları verildi. İndi reformasiya hərəkatının uğruna səbəb olan siyasi təklif və mətbuatın roluna baxaq. Siyasi dəstək bunlar ki, reformasiyanın tələb etdiyi siyasi qüvvə knyazlar tərəfindən təmin edildi. Saksoniya knyazı kimi güclü feodallar Martin Luther və onun tərəfdarını qorudu. İndi mətbuatın roluna baxaq. Lutherin dərəsi Alman dilində çap olunan kitablar, broşür və məqalələr vasitəsilə sürətlə yayıldı. Bu Roma papasının Latın dilindəki nüfuzuna qarşı milli şüurun oyanmasına kömək etdi. İndi Almaniyada kəndli müharibəsinə baxaq. 1524 və 25-ci ildə Thomas Münster'in başçılıq etdiyi kəndli müharibəsi baş verdi. Şəhər yoxsulları və üsyanlara qoşuldu. Varlı şəhərlər və Martin Luther'in tərəfdarları isə feodallar tərəfindən keçən üsyana qarşı mübarizəyə çağırdı. Martin Luther dövlət və hökmdar tərəfindən sülhün qorunması missiyasını dəstəkləyirdi. Thomas Münster isə feodal qaydalarına və mövcud problemin sahil yollara həll olunmasına gətirib çıxardırdı. Bu müharibə feodal qaydalarına qarşı yönəlmişdi. Feodalizmə qarşı mübarizə nəzəri cəhətdən burjuaziyanın xeyrinə idi, lakin Almaniyada burjuaziya hələ zəif olduğu üçün üsyanla rəhbərlik edə bilmədi və 1525-ci ildə feodallar üsyanı yatırdı. Thomas Münster əsir alınaraq edam olundu. Kəndli müharibəsinin səbəblərinə baxaq, daha sonra nəticələrinə baxacağıq. Kəndli müharibənin səbəbləri bunlar idi. Kəndlilərin birliyə çata məğlubiyyətin səbəbi bunlar idi. Kəndlilərin birliyə çata bilməməsi, yəni dağınıq mübarizə,
Kəndlilərin hərbi təcrübələrinin az olması, feodalların nizam ordusu ilə üsyanə yatırması. Burjuaziya nə idi? Burjuaziya sözünün mənası kapitalizm cəmiyyətində istehsal vasitələrinin sahibi olan, muzdar əməyindən istifadə edərək qazanc əldə edən hakim sinif idi. Və kəndli müharibəsinin, yəni 1524 və 25-ci ildə baş verən kəndli müharibəsinin nəticələrinə baxaq. Sosial nəticələr var. Kəndlərə qarşı feodal istismar daha da şiddətləndi. Daha sonra iqtisadi nəticəsinə baxaq. Yarı azad kəndlilər yenidən asılı vəziyyətə düşdülər və siyasi nəticəsinə baxarsa Almaniyada feodal daxili uzun müddət davam etdi. İndi Avropada reformasiyaya baxaq. İngiltərədə reformasiya birinci başlayaq. 16-cı əsrdə İngiltərədə reformasiya kral və papa arasında münaqişə əsasında baş verdi. Parlamentin köməyi ilə kral İngiltərə kilsəsinin başçısı elan edildi. Katolik və protestan birləşməsi nəticəsində Anglikan kilsəsi yarandı. Monastır mülkiyyəti zadəganlara satıldı. Bu da kral hakimiyyətini gücləndirdi. Digər Avropa ölkələrindən fərqli olaraq İngiltərədə parlamentin nüfuzunu artıq idi və qorundu. Fransada reformasiya var. Fransada reformasiya Jean Calvin adı ilə bağlıdır. Kalvinizm doktrinasını yaratdı. Dini cəmiyyətin özünü idarə etməsi prinsipini irəli sürdü və Fransa və digər ölkələrdə protestantlığın yayılmasına təkan verdi. Jean Calvin protestantlığın əsas səraylarından biri olan kalvinizmi yaratmışdı. Onun təliminə görə insanlar dünyəvi zövqdən uzaq durmalı, sərt iş, əxlaqi və qənaətçil təbliğ edilirdi. Dövlət və kilsə münasibətində burjuaziyanın marağı üstün tutulurdu. 16-cı əsrin sonunda Fransa kralı etiqad azadlıq fərmanı verdi. Bu da Fransada katoliklərə yanaşı kalvinizmlə yaşayışını təmin etdi. Katolik kilsəsinin reformasiyaya qarşı mübarizəsi, yəni əks reformasiya hərəkatına baxacaq və bu üçün də sərt tədbirlər həyata keçirdi. Bunlar hansılardır? Papanın qərarına qarşı çıxanlar aradan qaldırılırdı. Qadağanlanmış kitablar siyasi alınaraq yandırılırdı. Papa məhkəmələri və İslam cəmiyyəti kimi təşkilatlar yaradılmışdı. Protestantlara qarşı kütləvi qırğın təşkil edildi. Məsələn, bunu misal olaraq 1572-ci ildəki Parisdə dini var fərman gecəsini nəzərdə saxlamaq olar. İslam cəmiyyətinə baxaq, Yezuitlər gizli fəaliyyət göstərərək katolikliyi qorumaq üçün və onu yaymaq üçün iş gördülər. Məktəblər açaraq Avropada yüksək səviyyəli təhsil təşkil edirlər və müsəlman vasitəsilə dünyanın hər yerində nüfuz qazanmışlar. Hətta buna biz misal olaraq deyə bilərik ki, Avropada bəzi dövlətlərdə müəyyən vəzifələrə, yəni yüksək vəzifələrə çıxan ilə İslam cəmiyyətinin üzvləri idi. Reformasiya Avropada nəticələrinə baxaq. Məğlub olduğu ölkələr reformasiyanın İtaliya, İspaniya idi. Qələbə qazandığı isə İngiltərə, Fransa dövləti idi. Fransada qismən. Reformasiya hərəkatlarının nəticələrinə baxsaq, sosial iqtisadi və mədəni nəticələri bunlar idi. Kapitalizm iqtisadi sistemi təməl atıldı. Təhsil kilsənin nəzarətindən çıxaraq dünyəvi xarakter daşımağa başladı. Elmi araşdırmalar dini təhsildən azad olunub sürətlə inkişaf etdi. Kilsənin əsl niyyəti tək hakim dini qorumaq üçün aşkar edildi. Üzə çıxdı. Dini qaydalar, qanunlar tamamilə ləğv olunmasa da əhəmiyyət dərəcədə dəyişdi. İndi dini nəticələrinə baxaq. 16-cı əsrdə katolik kilsə parçalandı. Əmlakçılar və nüfuzu çoxunu itirdi. Yeni kilsələr Lüterən, Kalvinizm, Anglikan və digər dini tərəqqətlər yarandı. Avropa papaya tabe olmayan protestant kilsəsinin mövcudluğu rəsmi şəkildə tanındı. İndi siyasi nəticələrinə baxsaq isə Almaniyada milli şüurun oyanmasına təkan versə də, ölkədə siyasi dağınıqlıq daha da gücləndirdi. Avropada milli dövlətlər dövründə keçid üçün zəmin yaratdı. Orta əsrləri feodal klerikal ideologiyalarını zərbə vurdu. Dövlət və kilsə ayrılması prinsipi formalaşdı. Hər bir öz sahəsində fəaliyyət göstərməyə başladı. Hakimiyyət dəyişiklikləri isə kral Roma papasına qarşı öz siyasi nüfuzunu gücləndirdi və yeni yaranan protestant qrupları bəziləri buna daxil idi. Avropada 30 illik müharibəyə baxaq. Avropada 30 illik müharibə 1618 və 48-ci ilə əhatə etmişdi. Səbəbi bu idi ki, müharibə katoliklərlə protestantlar arasında dini münaqişə arasında başlasa da, əsas səbəbi siyasi və ərazi üstünlüyü uğrunda mübarizə idi. Bu müharibə dini müharibələrin sonuncusu adlanırdı Avropada, yəni Almaniya deyil. Xarakterinə baxaq, dini müharibələr kimi başlasa da, getsə siyasi, iqtisadi çıxarlar üstünlük qazandı. Avropada demək olar ki, bütün böyük dövlətlər İngiltərədən başqa hamısı iştirak etdi. Müqəddəs Roma imperiyası daxilində imperatorla protestant knezlər arasında başqa bütün qitəyə yayıldı. Daha sonra başlanması və iştirakçılarına baxaq. 1618-ci ildə Müqəddəs Roma imperiyasının arasında başladı. Əsas iştirakçıları katolik tərəfdən Müqəddəs Roma imperiyasının Habsburglar İspaniya və papalıq idi. Protestantlar tərəfdə isə Almaniya protestant knezləri, İsveç, Danimarka, Hollandiya və Fransa səssiz səbəblərdə protestantlara dəstək verirdi Fransa. İngiltərə isə birbaşa iştirak etməsə də protestantlara dolayı yolla öz köməyini göstərirdi. Daha sonra nəticəsinə baxaq. Nəticəsi isə bunlar 1648-ci ildə Vestfaliya sülhü müqaviləsi ilə başa çatdı.
Protestantlıq rəsmi şəkildə tanındı. Knyazlar öz ərazilərinə dini seçməyə hüquq qazandı. Müqəddəs Roma imperiyasının nüfuzu zəiflədi. Almaniya siyasi darlığı daha da dərinləşdi. Fransa Avropada əsas güc kimi yüksəldi və İspaniya isə zəiflədi. Milli dövlət anlayışı gücləndi. Dini müharibələr dövrü başa çatdı. 30 illik müharibə Vestfaliya sülhünə baxaq indi açıq-aydın burada verilib. Müharibənin gedişi nə idi? Əsasən Alman torpaqlarına baş vermişdir. Lakin müharibə getsə Müqəddəs Roma imperiyası İspaniya və Fransa arasında Avropa liderliyi uğrundan mübarizəyə çevrildi. 17-ci əsrdə ən məhvedici müharibələrdən biri olmuş və demək olar ki, bütün Avropada İngiltərədən başqa bütün dövlətlər iştirak etmişdi. Yenilikləri bunlar ilk dəfə daimi nizam oldu və tünçəkdən geniş miqdarda istifadə olundu. Müharibə texnologiyaları və hərbi strategiya əhəmiyyəti sürətlə dəyişdi. Müharibənin başa çatması 1648-də Vestfaliya konfransına imzalanan sülh müqaviləsi ilə bitmişdir. Avropanın ilk böyük beynəlxalq konfransı olmuşdur. İndi Almaniyaya təsirinə baxaq. Ölkə tamamilə dağılmış və iqtisadi çökmüşdü. Ticarət dayanmış, azlıq və xəstəlik yayılmışdı. 300-dən çox Alman kəzadı müstəqilliyi rəsmiləşdirilmiş və bu da Almaniya siyasi dağılımı daha da dərinləşmişdi. Avropada güc balansının dəyişməsinə baxaq. İspaniya zəifləmiş, Fransa qərbə vurdu, Avropada üstün güclə çevrilmiş, İsveç Şimali Avropada nüfuzunu daha da artırmışdı. Digər təsirlərə baxsaq, İngiltərə vətəndaşı müharibəsində İspaniyada isə üsyanlara səbəb olmuş, Avropa əhalisinin 30%-ə qədər isə həlak olmuşdur. İndi Vestfaliya sülhünün əhəmiyyətinə baxaq. Əhəmiyyəti nə idi? Dini bərabərlik başlığı, Almaniya knyazlarının öz dinlərini seçməyə hüququ verilməsi, Katolik, Luteran və Kalvinizm rəsmən tanınması əhəmiyyətləri nə idi? Siyasi dəyişikliklərə baxsaq, Papanın siyasi nüfuzu azalmış, müqavilələrdə onun imzasına ehtiyac qalmamış və suveren dövlət bərabərliyi prinsipi qəbul edilmişdir. Bu sözü yadda saxlayaq, suveren dövlət bərabərliyi Vestfaliya sülhündə qəbul edilmişdir. Beynəlxalq münasibətlərə baxsaq, Vestfaliya sisteminin alınan yeni beynəlxalq münasibətlər sistemi yaranmış və dövlətlərin daxili işlərinə qarışmaq qadağan edilmişdir. Daha sonra dünyəviliyə baxaq, dünyəvilikdə isə Avropada dünyəvi dövlətlər anlayışı üzlənmiş və dini müharibələr dövrü başa çatmışdı. Biz dedik ki, Almaniyada 1555-də, 1648-də isə Avropada dini müharibələr başa çatmışdı. İndi xəritədə ərazilərə baxaq, bizə əsasən lazım olacaq. İlk olaraq İngiltərə ərazisinə baxaq. İngiltərə, biz dedik ki, 16-cı əsrdə Anglikan kilsəsi yaranan ərazidir bura. Daha sonraki dərslərimizdə görəcəyik ki, artıq Böyük Britaniya yaradacaqlar, yəni 1707-ci ildə bağlanan uniya ilə. Əsasən İngiltərə ərazisi buraydı. Sonra Fransa ərazisi, buralar idi, Fransa ərazisi. İndi burada sol tərəfdə 16-17-ci əsrdə Qərb Avropada reformasiya və əks reformasiya hadisəsinə bağlı xəritə verilib. Və məsələn, katoliklərin üstün olduğu ərazilər bu rəngdə qeyd olunub. Diqqətlə baxsaq, katolik ərazilər İspaniya, məsələn İrlandiyanın bir hissəsi, Fransanın bir hissəsi, İtaliya, Müqəddəs Roma imperiyasının Almaniyanın bəzi əraziləri idi. Daha sonra Lüteranların üstün olduğu əraziləri isə baxsaq, Almaniyanın bəzi əraziləri, İsveç, Norveç, Finlandiya, bu əraziləri biz götürə bilərik. Kalvinistlər isə diqqət etsək görəcək ki, Fransanın bəzi bölgələrində, şimal və cənubunda və Müqəddəs Roma imperiyasının bəzi ərazilərində var idi. Katolik kilsə və protestant, Anglikan kilsəsi isə biz bildiyimiz üçün, yəni adı İngiltərənin götürdüyü üçün, yəni İngiltərədə mövzudur bu kilsə. Katolik və protestantlar arasındakı mübarizənin davam etdiyi ərazilər isə şirliklərlə qeyd olunmuş ərazilərdir. Fransa ərazisində daha çox davam edirdi və katoliklərə qaytarılmış ərazilərə isə baxsaq, burada biz əsasən bu hissələri görəcəyik. Yəni katoliklərə qaytarılmış ərazilər 17-ci əsrdə. Bir də Müqəddəs Roma imperiyasının ərazisinə baxaq. Yəni bu Müqəddəs Roma imperiyasının ərazisi bu ərazilərdir və daha sonra biz dedik ki, artıq parçalanacaq. Heç bir dövlətin sənədləri tam olsa da, ancaq vahid halda qurulmuş bir dövlət sayılmayacaq, ta ki biz Almaniya imperiyasının birləşdirənə qədər bunu belə görəcəyik. Ümidvaram sizin üçün faydalı olar bu dərs. Oldu, çox sağ olun.